Mhm. Yaxşı, deməli, bizə verib monoamin. Monoaminlərin formulu CnH2n plus 1 NH2-dir. Neytronların sayı 28 verir bu birləşmədə. Siz də bilirsiniz ki, karbonda, hər bir karbonda 6 dənə neytron var. Buraya yazıram 6n. Hidrogenlərdə hidrogen həm 0 da ola bilər, həm də 1 ola bilər. Çünki bu normalda biz 0 götürürdük. Burada dığını ortaya salıblar ki, bizi çaşdırsınlar. Mən hidrogen müəmmalı deyəm, toxunmuram hələlik. Zaten müəyyən qədər 0 olacaq da. Bir neçə dənəsi də ola bilər 1 olsun. Aydındır mı? Deuterium halında olsun. Ona görə mən elə tramvay azota keçirəm. Azotumuz da 7 dənədir də. 14-dən 7 çıxanda 7 neytron. Bu cəmi 28-ə bərabər eləyirəm. Buradan 6n bərabər olur 21-ə. N-imizi də tapanda necə yazasınız? 21-i 6-ya böləndə 3 dəfə tam düşür. Yəni tam düşərsən karbonlu sayı olacaq. Və qalığımız nə qədər qalır? Qalıq da 6 üçün 18 qalıq da 3 qalır. O qalan qalıq deuteriumun hesabına olur. Tapdığımız cavab olacaq karbonların sayı 3 dənə deuterium olmalıdır. Deməli, 1 karbon, ikisi də burada. 3 karbon buradadır. Deuteriumumuz da 1, 2, 3, 3 də buradadır. Elə olacaq D variantı. 106-da yenə eyni formada CnH2n plus 1 NH2 yazıram. Yenə 6n karbon bundadır. Azotda 7 dənədir. Hidrogenləri görməzdən gəlib 34-ə bərabər eləyirəm. 6n bərabər olur 28, yox 27-yə. N də bərabər olur 4 dəfə tam düşür, qalığımız da 3 qalır. 4 dəfə tam düşən karbonların sayını göstərir, qalıq da sizə deuteriumun sayını göstərir, olur D bəndi. İnşallah bu dəfə başa düşdük. Haydi dayandıra bilərsən qızım. Sonra